Bismillahirrahmanirrahim. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. İnşallah vaxtınızı çox almaq istəmirəm. Birbaşa suala keçirəm. Əhli müxaliflərə sualımız bundan ibarətdir ki, Allah-u Teala Maidə surəsinin 3-cü ayəsində buyurur. Bismillahirrahmanirrahim. El-yevmə əkməltu ləkum dinukum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İsləmə dinə. Yəni, bu gün dininizi sizin üçün kamil etdim, sizə olan neymətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Bir sual çıxır ortaya. Ayə Peyğəmbərin sağlığına nazil olub. Peyğəmbərin şəhadətindən sonra nazil olmayıb ki, və Peyğəmbər də özündən sonra xəlifə təyin etmədi deyirsiniz və Allah da Peyğəmbərin özündən sonra təyin etmədiyi xəlifəliyi, yəni o dini kamil etdi, bəyəndi və tamamladı. Amma Əbu Bəkir elə etmədi. Əbu Bəkir əksinə etdi. Allahın bəyəndiyi, Allahın tamamladığı, Allahın kamil etdiyi və Peyğəmbərin özündən sonra xəlifə təyin etmədiyi bir dini nə etdi? Dəyişdirdi, özündən sonra xəlifə təyin etdi. Həmən xəlifə də oldu Ömər İbn Xəttab. Sual budur. Peyğəmbər daha çox savadlı idi, yoxsa Əbu Bəkir? Mən başa düşmədim, Cənab Cəbrail Peyğəmbərə vəhy gətirdi, yoxsa Əbu Bəkirə? Peyğəmbərin ümmətə daha çox canı yanırdı, yoxsa Əbu Bəkirin? Can üstü olanda Peyğəmbər ümmətim, ümmətim, ümmətim deyirdi, yoxsa Əbu Bəkir? Hansı idi? Necə ki, bir hədis yadınıza salım ki, çoxunuzun bəlkə yadından çıxa bilər. Ömər İbn Xəttab, səhv etmirəmsə bu hədisi oğlu İbn Xəttab nəql edir ki, mən gəldim atamın yanına. Atam can üstə idi. Atama xəlifəlik haqqında soruşdum ki, özündən sonra kimi xəlifə edəcəksən? Ömər buyurdu ki, mən Peyğəmbər etmədiyini etmərəm. Necə ki, Əbu Bəkir etdi. Yəni, özündən sonra xəlifə qoydu. Mən özümdən sonra şura istəyirəm olsun. Şurada filan şəxslər olsun, filan olsun. Necə o hədis uzundur. Bu hədisi inşallah şamımız xatırladınız. Yəni, sualımızın kökü budur ki, Əhl-i sünnə vəl cəmaə, siz dəqiq Peyğəmbərin sünnəsisiniz, yoxsa ilk 3 xəlifənin sünnəsisiniz? Sədəqallahu aliyyil azim.